Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Dünən saat 12 radələrində Şabranda bıçaqlanma olub. Xəbər verilir ki, Rəhimli kənd İlqar Abbasov adına tam orta məktəbdə 41 yaşlı şəxsə kəsici alətlə çoxsaylı xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub. Onun əməli törətməkdə şübhəli bilinən 47 yaşlı həyat yoldaşı Şabran rayon polis şöbəsinə gedərək əməlini etiraf edib. Bildirilib ki, hadisədən əvvəl ər-arvad dalaşıblar. Qadın məktəbə gedərək övladının sənədlərini götürmək istəyib. Bu zaman əri onu təqib edərək məktəbə daxil olub və çoxsaylı bıçaq zərbələri endirib. Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.